İlk dəfə idi səhnəyə çıxırdım. O ki pərdə açıldı. Mənim adım Mətin Hacıyevdir. 17 yaşım var. Niyə görə aktyor olmaq istədim? Aktyor olanda istənilən həyatı canlandırırsan. Buraya ilk gələndə özümə qapalıydım. Sonradan müəllimin, uşaqların sayəsində özümə qapanıqlıqdan çıxdım. Uşaqlarla başladım ünsiyyət qoymağa. Bir il ərzində mən 4 dənə tamaşada oynamışam, bir dənə serialda oynamışam, film layihələrində iştirak edirəm. Etud mərhələsində mən ilk dəfə idi səhnəyə çıxırdım. O ki pərdə açıldı, insanların o əl çalmağı, sevinci məni çox sevindirdi. Mən bu yana bir illik itirmiş aktyor kimi sizlərə demək istəyirəm ki, həvəsiniz və ya istəyiniz varsa, asan bir şəkildə həyata keçirə bilərsiniz.